4 may tarixlərində Bakı Xankəndi velosiped yürüyüşü təşkil olunacaq. Bu yürüyüş üzrə artıq təşkilat komitəsi ilə birgə və aidiyyəti qurumlarla birgə bütün marşrutlar müəyyən olunub, bütün lazımı tədbirlər görülür. İndi ilkin olaraq mən icazə verirsə 5 mərhələni səsləndirim, küçə və prospektləri səsləndirim. Birinci mərhələ 10 may tarixində olacaq saat 09:20-də Sibiriz Yaşayış və İstirahət kompleksindən start götürüləcək. Velosipedçilər Bilgə və Hava Limanı yolu istiqamətindən hərəkət edərək Heydər Əliyev prospekti, Babək prospekti, Ağşəhər, Yusif Səfərov küçəsi və Neftçilər prospektindən keçəcəklər. Daha sonra marşrut Bibi Heybət və Şıxov istiqaməti ilə Lökbatan dairəsinə, oradan da kənar dairəvi yol vasitəsilə Bakı-Quba magistralına çıxacaq. Sumqayıt şəhəri istiqamətində hərəkət davam edəcək. Sumqayıtda Sülh küçəsi, Səməd Vurğun küçəsi üzrə hərəkət olunacaq və Azərbaycan prospektində icra hakimiyyətinin qarşısında başa çatacaq. Mərhələnin ümumi məsafəsi 158 km təşkil edəcək. Finişin təxminən saat 13:30 radələrində başa çatması gözlənilir. Yəni saat 09:20-dən başlayacaq, 13:30-da başa çatması gözlənilir və bu tarixlər ərzində bir daha xahiş edirik ki, paytaxt sakinlərimiz bunu nəzərə alsınlar. Öz səfərlərini buna uyğun planlaşdırsınlar və nəzərə alsınlar ki, həm yarış iştirakçılarının, həm ümumi təhlükəsizliyin qorunması məqsədi ilə bu küçə və prospektlərdə müvəqqəti məhdudlaşma tətbiq olunacaq.